Bugün yenə sağlamlıqdan danışmaq istəyirəm. Mövzumuz isə ağrılardır. Bəli, insanda ağrılar cürbəcürdür və müxtəlifdir. Demək olar ki, hamı çalışır ağrıdan xilas olsun. O da iynələrlə, cürbəcür həblərlə çalışır ki, ağrını kəsməyə çalışır. Ağrı isə əslində bir siqnaldır. Nəyə görə ağrı var? Məsələn, başqasında ağrı yoxdur, məndə var. Xüsusən bugün oynaq ağrılarından danışmaq istəyirəm. Onurğasında, istəyir insanın oynaqlarında olan ağrılardan danışmaq istəyirəm. Ağrı xəbərdarlıqdır. Yəni Tanrı bizi yaradanda ağrını verib ki, hissiyat olsun. Məsələn ki, ağrı varsa dayan, hərəkət eləmə və yaxud öz üzərində çalış, işdə düzəlt. Ağrını müalicə elə. Ağrı kəsmək üçün deyil. Ağrı kəsiciysə müalicə metodu deyil. O sadəcə daha şiddətli ağrıları sonradan bərpa eləmək üçündür. Yəni indi ağrını hiss eləmirsən, birazdan həmin o ağrı olan hissələrin ağrısını hiss eləmirsən, birazdan daha şiddətli ağrılarla gələcək və bunun da heç tibbi əlacı da olmayacaq. Yəni cərrahi müdaxilə zad olmalıdır. Amma ağrı nədir? Ağrını gərək səbəbini tapasan, nəticəsini yox. Səbəb nədir? Biz hamı müasir dövrdə çalışır ki, səbəbi yox, nəticənin müalicəsi. Ağrı isə onu kəsmək. Amma səbəb nədir? Niyə onda bunda ağrı var, məndə ağrı, bax ona baxan yoxdur. Amma indi mən həkim olmadığıma görə çalışıram ki, sizə də bəzi tövsiyələrimi eləyim. Xüsusən ağrı olarkən çalışmaq lazımdır. Birinci səbəbini tapmaq, onu düzəltmək, çalışmaq, onu müalicə eləmək və ondan sonra isə kimsə özündə, məsələn də mən sadə xalq təbabəti yolu ilə deyim, çalışmaq lazımdır həmin yerlərə, ağrıyan hissələrə, məsələn, adi metod deyim, quyruq yağı olar, kərə yağı da olar, hətta günə baxan yağı da olar. Onu duzla qarışdırıb həmin yerə kompres eləmək və orada müəyyən müddət saxlamaq. Yəni, heç olmasa oranı həmin o dediyim yağla, duzlu yağla sürtmək lazımdır. Quyruq yağı da gedər, daha yaxşı olur. Quyruq yağı olsanız, kərə yağı da olar və yaxud günə baxan yağı da. Həmin yağla həmin yerləri sürtürsünüz, biraz kompres edirsiniz. Narahat olmuyor, təbii vasitədir. Amma istənilən halda səbəbi tapmaq lazımdır, səbəbi müalicə eləmək.